Şartımda el oxuna görə verilmiş üçbucağı simmetrik üçbucağı quracağıq. Bunun üçün fiqurlar alətindən istifadə edərək xətt götürürəm və xəttin qalınlığını azaldıram. Və el oxuna perpendikulyar və bir o qədər də uzun xətt çəkir. Hər bütün üçbucağın təpə nöqtələri. Çəkdikdən sonra mən pərgar alətini götürürəm. Pərgar vasitəsilə el oxunun kəsmə nöqtələrini qoyub, el oxu ilə xəttin kəsmə nöqtələrini qoyub və sonra isə fırlanmadan istifadə edərək mən o xətt üzərindəki nöqtəni götürürəm. Sonra ikinci xətlə kəsmə nöqtəsini və sonra yenə də fırladıram. Üçüncü nöqtəni də elə. Sonra yenə də fırlanmadan istifadə edirəm. Və sonra pərgarı bağlayıram. Alınmış nöqtələri birləşdirən qalınlığı fərqləndirmək şərtilə. Və sonra pərgar pozandan istifadə edərək qələmin yazdıqlarını pozuram və sonra gəlib artıq xəttləri imkanlaşdırır. Aktiv-SPA proqramın üstünlüklərindən istifadə edib proqram. Və deməli, mən verilmiş üçbucağa simmetrik olan üçbucağı qurdum. İkinci səhifəmdə isə, flipchartımda isə mən 3 dənə fiqur götürmüşəm. Biri mürəkkəb fiqurdur. Tordan istifadə etmişəm. Yəni, tez qurmaq üçün başqa üsuldan istifadə edəcəm bu dəfə. Birinci verilmiş mürəkkəb fiquru qruplaşdırıram. Qruplaşdırdıqdan sonra onu sürətini çıxardıram. Sürətini çıxardandan sonra bunu 180 dərəcə fırlayıram. Fırladıqdan sonra mən tordan istifadə edərək, yəni qruplaşdırmanı ayırıram və ya göy rəngdəki fiquru da mən simmetrik vəziyyətə gətirirəm. Beləliklə, mən birinci verilmiş fiquru simmetrikləşdirdim. Sonra ikinci fiquru yenə də surətini çıxardıram və damalı dəftər olduğu üçün burada daha tez iş başa çatdırmaq olur. İşi daha tez başa çatdırmaq olur. Sonra isə mən yenə də üçüncü fiquru və
onu da ona simmetrik olan vəziyyətə gətirin. Sonra isə mən toru istəsəm, yəni toru götürə bilərəm. Və beləliklə mən verilmiş fiqurları el oxuna nəzərən simmetrik olan fiqurlarla simmetrik olan fiquru qurdum. Mən yenə də həndəsi qurmalar mövzusunu davam